Bugün günümü temizlikle başlayacağım. Daha sonra ise oğlumla birlikte gidecek. Biraz gezecek. Şimdi başlayaq. Yenə hər zamanki kimi bu balaca otaqdan başlayıram yığışdırmağa. İşi tez qurtardığına görə. Düzdür, pəncərəsi, güzgüsü, polu silib süpürmək də var. Ancaq yenə də bu otaq balaca olduğuna görə həmişə bu otağı tez qurtarıram ki, əldən çıxsın. Daha sonra keçirəm digər otaqlara. Deməli, mənim gec-gec video atmağıma səbəb, əslində istəyirəm tez-tez video atım, ancaq son vaxtlar Instagramla başımı qatıram, Instagramda böyüməyə çalışıram, ancaq heç cürə böyüyə bilmirəm. Böyümək istəməyimin səbəbi isə əslində bu fikir heç ağlımda yox idi, lakin bilirsiniz, mən burada Gövhər adında qızla videolar paylaşmışam bir neçə dəfə. O qız Instagramda böyük kütləyə sahib olan qızdır, blogerdir. O da məni həvəsə gətirdi ki, Ayşə, sən niyə eləməyəsən? Hazır ilə evdə oturmuşsan, uşaqlar bağçadadır. Sən də məncə bacara bilərsən bunu. Mən də düşündüm ki, niyə də yox? Elə evdə oturmuşkən nələrsə eləyim. O da sağ olsun mənə dəstək olur fikirləri ilə. Mən də belə irəliləməyə çalışıram. Düzdür, reklam 100% lazımdır. Çünki reklamsız irəli getmək çox çətindir. Ona görə də düşünürəm ki, bəlkə reklam vurdurum ki, irəliyə gedim artıq. Çünki belə oturub gözləməklə heç nə olmur. Həm də çöldə işləmək mənim uşaqlarımı gedib bağçadan götürməyimə təsir edəcək. Çünki mən normalda lazeroloq işləyirəm. Bir ay yenə də kursuna getməliyəm ki, mən hardasa işə başlaya bilim. Və işə başlayanda da lazeroloqların işini bilirsiniz. Bəzən olur ya ritminli işləsinlər, amma yenə də həftənin bəzi vaxtlarında mən istədiyim vaxt işdən çıxa bilməyəcəyimə görə uşaqlarımı bağçadan götürmək biraz çətin olacaq. Yenə də hardasa düz qoş etmək olar, amma belə. Bir də düzgün siləcəm. Şifanlerin bir üstü təmiz güzgüdür çünki. Bizdə evdə harda baxsaz hər yerdə slipi var. Mən slipi firmasını çox sevirəm. Təmizlik bezləri olsun. Pol bezi düzdür işlətmirəm. Çünki ona uyğun mopum yoxdur. Olsaydı onu da işlədərdim. Ancaq bütün digər gigiyenik məhsullardır qadın üçün. Belə təmizlik salfetləridir, uşaqlar üçün detisk salfetlərdir, qab yuyan qubqalardır. Hamısını çalışıram ki, Slipidən alım. Güvəndiyim bir markadır. Çox sevdiyim bir markadır ona görə. Balacadan qurtardım, keçdim koridora. Burada balacadır, koridor. Bir buramda yığışdırım, sonra gecək qonaq otağına. Mən sırayla yığışdırıram. Birinci balaca otağı yığışdırıram, sonra koridoru yığışdırıram, silirəm, süpürürəm. Düzdür, silməyi axırda eləyəcəm, ya da bəlkə eləməyəcəm, çünki getməliyik. Daha sonra isə qonaq otağına keçirəm, sonra da yataq otağına keçirəm. Ən sonunda da normalda hamama girirəm, hamamın işini görürəm, amma çox güman ki, o iş qalacaq gecəyə. Uşaqlar yatandan sonra, hamı yatandan sonra hamama girəcəm, oranı yığışdıracam. Başlayaq. Siz bir dənə mənim üzümün gözümün şişinə baxın. Mən həkimə getməliyəm yoxlanış üçün. Çünki mən təzyiq problemim var. Bu da böyrəyimlə irəli gəlir. Buna görə də son vaxtlar şişkinliyim var. İşıqını yandırmağı unutmuşam. Qızlar, sizə belə bir sual verim də. Mən 6 ildir gəlin köçmüşəm və gəlin köçəndən qaynanalı, qaynatalı evə gəlin köçmüşəm. Qaynatam yoldaşım müharibədə olanda rəhmətə gedib. Artıq neçə ildir və qaynanamla eyni evdə yaşayıram. Düzü o səhər işə gedir, axşam işdən gəlir. Elə böyük problemlərimiz olmur. Bir-birimizi yola verməyə çalışırıq ki, veririk də şükür Allaha. Ev dar olduğuna görə, balaca olduğuna görə, qaynanın balaca otağı yığışdırmaq biraz mənim üçün çətin olur. Yığışdırmaq deyəndə nə mənimlə bu çəkə, nələrsə çəkə, qeydə Allahla yığışdırmaq. Üst hissəsini çəkməyəcəm yığışdırdığımda. Burada onun üstündə bəzi əşyalar var. Onları götürəcəm, siləcəm, onları çəkməyəcəm. Çünki telefonda da yer azdır, ona görə. Bir də qızlar, belə bir şey eşitmişəm ki, polları siləndə, gördüyünüz kimi mən pol siləndən onsuz da istifadə edirəm, yəni pol köpüyündən. O bir qırağa, lakin deyirlər ki, polu sirkəli su ilə yumaq da olur, hansısa negativ enerjilərə görə. Dəfnə yarpağı suyu ilə da yumaq olur, o da həmçinin bu tip şeylərə görə və bolluq, bərəkətə görə. Lavanta, mən lavantanı heç sevmirəm qoxusunu, ancaq onun da hansısa bir enerjini çəkdiyini, hüzur gətirdiyini deyirlər. Yəni belə şeylər. Mən çox vaxtı sirkədən istifadə edirəm, sirkəli su ilə silirəm polları. Eyni zamanda
qapıları falan çalışıram ki, sirkəli su ilə silim neqativ enerjiləri, pis enerjiləri evdən qovur. Bu əvvəldən gələn bir şeydir. Bəs siz necə eləyirsiniz? Bir də evimin balaca olmağına baxmayın. Mənim bu evim o qədər dağılır, o qədər dağılır. Bundan öncə çəkdiyim videonu hətta saxlaya bilmədim. Çünki bundan öncə çəkdiyim videoda hamamdakı o baçok olmur, tuvaletin baçoku. O baçokun şlankı bir partlamaq partladı. Bütün hamamı su götürdü. Daj mənim üstüm, başım. Su necə axırdı qızlar, su necə axırdı, dəhşət. Yoldaşıma zəng vurmuşam, heç belə şeylərdən başım çıxmır. Çünki mən bəs bunu hardan bağlayım, necə eləyim? O da yerini dedi mənə, getdim bağladım, aşağı düşdüm, atama zəng vurdum ki, ata vəziyyət budur. Bu arada mənim atam həm ev ustasıdır, ev ustası ilə yanaşı artıq mənim sayəmdə santexnikliyi də öyrənir atam. Qaynatam rəhmətli santexnik idi, hər işimizi o görürdü. Boş şeylerdir. Ondan sonra da o azmış kimi bu səfər də kombimiz xarab oldu və soyuq havalarda bir müddət evdə kombisiz keçinməli olduq o yağışın yağdığı vaxtlarda. Heç nə, şükür Allaha artıq təzə kombimiz var, çox şükür Allaha. Amma yenə də o kombinin suyu, o kombi suyu yenə axdı hər yerə. Səhər durduq, gördük ki, biz də açıq mətbəxdə gördüyümüz kimi durduq, gördük ki, artıq pol şişməyə doğru gedir. Çünki su gecədən axıb, daşıb, tökülüb. Kombi başını yerə qoyub, Allah rəhmət eləsin. Ondan sonra dəyişdik kombimizi. Şükür Allah, artıq yeni kombimiz var. Evimiz isti olur. Çünki yemək falan pişirmək var, ona görə öz otağımı da eləyirəm. Mənim otağım kaoslu bu arada. Çünki uşaqlar həm oyuncaqlar, dağlıqlar, pulsuz paltarlar falan var. Qavazı yığışdıracağım, sonra ona keçəcəm. Güya mən bu yorğanı çıxartmışdım ki, hər gecə divanda uşaqlara yer hazırlayam, kravatda artıq ayrı yatsınlar. Ancaq elə olmadı. Muhammed yenə də nənəsi ilə yatmağı seçdi. Aslan da beşikdə yatızdırıram. Beşiyi artıq ləğv eləmək istəyirəm. Ancaq görüm də haçana qismət olacaq. Nəysə, yorğan da qaldı bizə. Mən də yorğanla yatmağı heç sevmirəm. Çünki çox ağır gəlir mənə. Ürəyim sıxılır yorğanda. Ona görə Naziyad yalda mən yatıram. Yoldaşım da yorğanla yatır. Yəni bacarmıram da yorğan uşaq vaxtından sevirəm. Mən üstü açıq yatıram belə deyə. Çünki istiliyi sevən biri deyiləm. Yəni qışın olğan çağında mən çorabsız gəzirəm evdə. Qaynanam da həmişə deyir ki, yazıqsan, ay bala, yazıqsan. Ayaqlarımı buz götürəcək, yazıqsan. Ümumiyyətlə, ev işlərində ən sevdiyiniz hansıdır? Məsəl üçün, mən paltar qatlamaqdan artıq yorulmuşam, sevmirəm. Paltar ütüləməyi də sevmirəm. Qab yumağı sevirəm bəzən. Əslində onu da sevmirəm. Ümumiyyətlə, son vaxtlar işdən o qədər yorulmuşam ki, iş görmək istəmirəm. Ancaq gəzmək istəyirəm. Bilmirəm, yaşla əlaqədardır ya nəysə. Ancaq gəzmək, kəşf eləmək, yeni şeylər öyrənmək istəyirəm bu yaşdan sonra. Belə baxanda nə yaşım var ki, amma yenə də artıq evdə dayanmaq istəmirəm. Ancaq gəzmək, əylənmək istəyirəm. Ev işindən həqiqətən insan yorulur.
İşə gedənləri də başa düşürəm, gedirlər, onlar da işdə yorulurlar. Ancaq inanın ki, ev o qədər nankör olur, ev işi qurtarmır. Buradan yığışdırırsan, baxırsan ki, ay aman, yenə həmin gündədir, həmin vəziyyətdədir. Heç vaxt həmin işi axıra qədər gətirib çatdıra bilmirsən. Elə buradan qurtarırsan, buradan yenə eyni vəziyyət olur. Hələ uşaqla bu vəbşə çətinləşir, daha da çətinləşir. Çünki elə bu otağı yığışdırırsan, o birisinə keçəndə görsən ki, artıq yenə bu birisi dağılıb, həmin vəziyyətə düşüb. Qatıqları yerləşdirim, oyuncaqları yığacam. Bu oyuncağımızı çok seviyorum. Allah. Muhammed'in de beğenmişti. Uşaqlar günündə almışdıq. Qardaşına təcili yardım. Böyük oğlum da qatar istəmişdi. Muhammed də qatar istəmişdi. Qatar almışdım Muhammed'ime. Hə? Ata aldı. Mavi yanı. Mavi yanı bilirsin. Mavi. Mavi yanı be. Ne oldu? Kızdı. Mavi yanı. He. Şey, böyle versen indi. Şey da, ağ eləmə. Gel, oradakı oyuncaqları bu oynar. Tapan da istedim. Tapancan, onda o birisləri gətir. Hansı var? O maşınları zaten hamısını gətir. Ama ben tavan yok. Ben tavan yok orada. O tavan olmaz değil. Oyuncaqlar da bitti. Oh, bitti. Bunlar. Burada bitti. Keçirəm mətbəxə. Axırda da pil soslayacağım. Bunları da siləcəm. Daha sonra da toyuğu doğrayaram. Ama sonra getməliyəm uje. Çünki gecikirik. Dur. Mətbəx işi də mənim son işimdir. Ən sona həmişə mətbəxi salıram. Niyə bilmirəm. Kəşki yeməyi əvvəldən bişirə bilsəm. Ancaq mən hər yer təmiz olmayanda yemək bişirə bilmirəm. Bilmirəm niyə. Yəni onu bacarmıram. Ya gərək gecədən yeməyi bişirim, hazır qoyum, ya da ki səhər bütün işlərimi qurtarım ondan sonra. Burada da Muhammedin gözlərinə baxın, biraz ağlayıb. Bilmirəm niyə əsəbləşdirmişdi məni, qışqırmışdım, üstünə ağlamışdı. Heç söz götürməyi sevən uşaq deyil çünki. Bu videonun sonuna isə mən başqa bir video əlavə eləmişəm ki, o videoya çox hayf gəlirdi. Qısa gün çəkmişdim ondan. Amma yenə də o videonu bura əlavə eləmək istədim. Muhammed. Ben de bu. Yox, keç qabağa. Keç. Bir dənə də keç. Bax, burada qəşəng çipslər var. Fidan mı? De, orada. Bunu tutasaydı. Bunu tutasaydı bu. Birini götür onlardan. Hansı? Bax, gör acılı deyil. Yok. Baxım sənə. Dadlıdır. Hə? Neredesin sen? Ye baxım. Neçə boyda dişlə baxım. Aferin. Neymişsən? İşləyirsən? Ağzında şunu tutdu. Çıxış yazılır. Buradan çıxın. Git baxım.
Pediatr yazılır. Yəni uşaq həkimi. Orada yanğın dolabıdır. Bu video biraz qarışıq oldu, ancaq olsun düzdür. Əvvəli tam gün videosu idi, lakin axırına yayın son vaxtları çəkdirdiyim bu videonu əlavə eləmək istədim ki, ortada itib batmasın. Çünki çox sevirəm o günü və az video çəkdiyimə görə düşündüm ki, bu videonun axırına əlavə edə bilərəm. Sizin üçün də bəlkə maraqlı olar. Ailə dostlarımızla yığışıb omaratçılığa getmişdi. Nəzərinizə çatdırım ki, omaratçılığa giriş 5 manatdır. Muhammed çoxdan idi, ata minmək istəyirdi və biz də onun bu arzusunu gerçəkləşdirmə qərarına gəldik. Buna görə də yollandıq omaratçılığa ki, Muhammed üçün həmin günü maraqlı bir gün olsun. Hara gəlmiş ya Muhammed? Burada nələr? Dediyim kimi omaratçılığa giriş 5 manat, uşaqlar üçün poniyə minmək isə 10 manat idi. Hətta böyüklər də at çapa bilər burada. Onun da qiyməti 10 manat idi. Və səhv eləmirəmsə, orada fotosessiya üçün, əgər səhv etmirəmsə, fotosessiya üçün bəzi aksesuarlar var idi. Atlar o qədər gözəl idi, dəhşət, dəhşət. Mən o qədər sevirəm atları, amma bir o qədər də qorxuram. Bu arada Muhammed. Hə? Ay can. Selam. Hara gedirsən? Rahat tutub, qorxutma. Omaratçılığın ərazisi dəhşət böyük idi. Çox geniş ərazisi var idi və hər yerdə atlar var idi və parkın ən son hissəsində isə böyük göl var idi. Orada balıq tutmaq olar, balıq tutmaq ödənişlidir. Bunun kimi şeylər. Balasıdır Muhammed. Poninin balasıdır. Getmək istəyənlərə məsləhət görürəm. Yəni deyə bilmərəm ki, getməyin, dəyməz ya da nəysə. Çünki görüntüsü, havası, orada atların olmağı çox maraqlı idi, çox gözəl idi. Daha sonra isə evə qayıtdıq. Bizim üçün çox maraqlı oldu. Ümid edirəm bəyənərsiniz, sevərsiniz o günümüzü. Və dediyim kimi sizə də məsləhət görürəm. Getmək istəyənlərə giriş 5 manat idi, bu arada xatırladım. Ümid edirəm sevərək, bəyənərək, əylənərək izlədiniz videomu. Ümid edirəm bəyənərsiniz, yorum yazarsınız. Bu mənim üçün çox vacibdir. Sağ olun.